Şefirdiya bitkinin vətəni Şimali Amerikadır. Azərbaycanda əsasən şimal-qərb bölgələrində, xüsusilə Zaqatala rayonunda geniş şəkildə becərilir. Şefirdiyanın ən yaxın qohumlarına quş əpbəyi və iydə daxildir. Azərbaycanda şefirdiyaya daha çox bəzək kolu kimi yanaşılır. Çünki meyvə verən bitkilər olduqca estetik görünüşə malikdir. Meyvə vermə mövsümü noyabr-dekabr aylarına təsadüf edir. Şefirdiyanın meyvələri yeyilə bilən olsa da, onları qida kimi geniş şəkildə istifadə etmək ənənəsi yoxdur. Baxmayaraq ki, bir sıra faydalı xüsusiyyətlərə malikdir. Şefirdiyanın gilə meyvələri balacadır. Qara qarağat böyüklüyündə qalın qabıqlı olur. Meyvənin içində yumşaq bir çəyirdək var və onu gilə meyvə ilə birlikdə yemək mümkündür. Tam yetişmiş şefirdiya dadca şirin olur, xurmanı xatırladan azacıq büzücü dada malikdir. Meyvələrin xüsusi, kəskin tanınan dadı yoxdur. Daha çox ümumi meyvə gilə meyvə ətri hiss olunur. Ümumilikdə